Bizim media izləyicilərə Azərbaycanın paytaxtı Bakı şəhərindən sizləri salamlayırıq. Paytaxt Bakımız yenidən mötəbər, möhtəşəm və beynəlxalq tədbirə ev sahibliyi edir. Bugündən etibarən Bakı Enerji Həftəsi öz fəaliyyətinə başladı. Təbii ki, səhər saatlarında Bakı Enerji Həftəsi ilə bağlı açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi və çıxış etdi və o iştirakında önəmli bir mesaj verdi. Bu mesaj təbii ki, bir çox mesajlar verdi, lakin bizim də qəlbimizə toxunan əsas mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlı idi. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq. Cənab Prezident qeyd edib ki, Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də, yəni 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək. Ümumilikdə mən sizə Bakı Enerji Həftəsi çərçivəsində məlumat verəsi olsam, 44 ölkədən 274 şirkət iştirakını təsdiq edib və burada müxtəlif ölkələrin nümayəndələrini görmək mümkündür. Almaniya və Rusiya isə Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur. Ümumilikdə bu il sərgidə iştirakçıların 35%-ni yeni şirkətlər təşkil edir. Təbii ki, tədbir çərçivəsində iki böyük sərgi də təşkil edilib. Bu sərgilər Bakı Expo mərkəzində keçirilir. Caspian Oil and Gaz və Caspian Power sərgilərini burada görmək mümkündür. Caspian Oil and Gaz sərgisini əhatə etdiyi mühüm bölmələr neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və IT, neft və qaz emalı, enerji sektorunda tikinti quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir bu sərgiyə. Caspian Power sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Biz Bakı Enerji Həftəsi çərçivəsində nələr baş verəcəksə 3 gün ərzində sizlərə çəkib göstərməyə çalışacağıq, stendlərə yaxınlaşacağıq, gələn xarici qonaqlarla söhbət edəcəyik və burada nələr olub bitir bunları sizlərlə bölüşməyə davam edəcəyik. Hələlik isə bizdən bu qədər.